Danışır Mahaçqala, axşamınız xeyir olsun, hörmətli dinləyicilər. Dağıstan Radiosu ilə Azərbaycan dilində verilişə başlayırıq. Mikrofon qarşısında jurnalist Söhrə Musayeva, rejissor pultu arxasında Mina xanım Mamayeva. Radio Günü ərəfəsində Respublika rəhbəri Ramazan Abdulətipov Dağıstan Radiosunun əməkdaşlarını təbrik edib. Əməkdaşı olduğumuz Dağıstan Dövlət Televiziya və Radio Verilişləri şirkəti tərəfindən Respublikada dövlət dili statusunu daşıyan 14 dildə radio və televiziya verilişləri hazırlanaraq efirə verilir. Dağıstan Radiosu cari il özünün 88 illiyini qeyd etməyə hazırlaşır. Respublika rəhbəri radio evi nəzdində muzeyə baş çəkib. Eksponatlar arasında Sovet dövrünün radio qəbul ediciləri kolleksiyası, reportyorlar arsenalı, tanınmış jurnalistlərin şəxsi əşyaları nümayiş etdirilir. Respublika rəhbəri üçün canlı yayımda radio efirdə təmin edilib. 88 illik tarixə malik Respublika sakinləri üçün ən vacib informasiya mənbəsi olan Dağıstan Radiosunda bugün püxtələşmiş kollektiv çalışır. Bugün radionun zəngin fonoteka fondunda 46 mindən çox lent yazısı saxlanır. Burada Dağıstanın tanınmış artistlərinin səsini, radio tamaşalar, uşaq verilişləri tapmaq olar. Respublika rəhbəri Ramazan Abdulətipov Kizlyurt rayonunda Böyük Vətən müharibəsində qələbənin 70 illiyi şərəfinə Qələbə Parkının açılış mərasimində iştirak edib. Parkda Böyük Vətən müharibəsinin döyüş meydanlarından qayıtmamış əskərlərin adları həkk olunmuş lövhə ucaldılıb. Respublika Xalq Yığıncağında Yerli Özünü İdarə üzrə Komitə sədrinin müavini Qazı Məhəmməd Abdullayev deputat postunda Respublika sakinlərinin telefon zənglərini qəbul edib. Bütün müraciətlər üzrə yoxlamalara başlanıb, nazirlik və idarələrə sorğu göndərilib. Abdullayev daha çox tibb işçilərinin xəstələrə laqeyd münasibətindən şikayətlərin daxil olduğunu vurğulayıb. Adamları məişət problemləri, torpaq sahələrinin ayrılması, həyat şəraitinin yaxşılaşdırılması kimi problemlər maraqlandırır. Qeyd edək ki, hər hansı çətinliklə müəyyən problemlə üzləşən Respublika sakini 67 30 51 nömrəli telefona zəng vuraraq müraciət edə bilər. Respublika rəhbəri və hökuməti müdiriyyətinin rəhbəri Ramazan Əliyev Veteranlar Hospitalının inşa olunan yeni korpusuna baş çəkib. Yeni korpusun açılışı may ayının 7-sinə müəyyən edilib. Ramazan Əliyev Respublikanın Səhiyyə naziri Tanka İbrahimovun, İnşaat, Memarlıq və Mənzil Kommunal Təsərrüfatı naziri Musa Musayevin və Respublika Tibb Mərkəzinin rəhbəri İbrahim İbrahimovun müşayiəti ilə palatalara, cərrahiyyə, reanimasiya blokuna, ətraf əraziyə nəzər yetirib. Bir sıra göstərişlər verilibsə də ümumilikdə obyekt istismara hazır sayılıb. Yeni korpusda elmi tədqiqatlar üçün şərait təmin edilib. Buraya müasir laboratoriya, Dağıstan Dövlət Tibb Akademiyasının cərrahiyyə və terapiya kafedraları, eləcə də ürək-damar xəstəlikləri şöbəsi daxildir. Əlillərə və ahıllara sosial xidmət mərkəzində səhra mətbəxi təşkil edilib. Böyük Vətən müharibəsi veteranlarını əsgər yeməklərinə qonaq etmişlər. Buraya 40 veteran və arxa cəbhə zəhmətkeşləri dəvət olunmuşdu. Sonra veteranlar üçün konsert proqramı nümayiş etdirilib. Respublikanın Əmək və Sosial Tərəqqi naziri Malik Baqliyev müharibə qəhrəmanlarını Respublika rəhbəri adından təbrik edib. Uşaqlara xidmət göstərən təşkilatlar gəlir üzrə vergi ödəməyəcək. Ölkənin vergi məcəlləsinin 284.1 maddəsinə yer edilmiş dəyişiklik buna imkan verir. Yeni normalar uşaq bağçalarına, məktəblərdə məktəbə qədər qrupları və dərsdən sonra uşaqlara xidmət qruplarını əhatə edəcək. Azərbaycan Respublikasından Rusiya Federasiyası ərazisinə meyvə-tərəvəz qoyuluşu asanlaşdırılacaq. Rusiyanın hökumət sədri Dmitri Medvedevin imzaladığı sərəncama əsasən Azərbaycan Gömrük Xidməti tərəfindən yoxlanmış mallar Rusiyanın müvafiq xidməti tərəfindən əlavə yoxlamaya məruz qalmayacaq. Burada söhbət Azərbaycandan Rusiyaya gətirilən ağac, bitki, gül, çiçək, göy, meyvə-tərəvəz və müxtəlif ərzaq məhsullarından bəhs edir. Mahaçqala şəhərindən Dərbənd və Xasavyurt istiqamətində şəhərlər arası qatarların hərəkətini may ayının 9-na bərpa etmək planlaşdırılır. Müvafiq məlumatla Şimali Qafqaz şəhərlər arası sərnişin şirkətinin baş direktoru çıxış edib. O xatırlatdı ki, elektrik qatarları may ayının 1-nə xəttə buraxılmalı idi və bir sıra texniki səbəblər buna imkan verməyib.
Mahaçqalada Rusiya qəhrəmanı Abdulhakim İsmayılovun şərəfinə əlbəyaxa döyüş üzrə turnir keçib. Yarışların təşkilinə Əlbəyaxa Döyüş Federasiyası və İdman və Bədən Tərbiyəsi Nazirliyi, eləcə də İdman, Turizm və Gənclərlə İş Komitəsi təşəbbüs göstərib. 150 idmançı arasında 40 mükafat komplekti bölüşdürülüb. Ümumkomanda hesabında dünyanın 5 yanı məktəbinin yetişdirmələri qələbə qazanıb. Ədəb və Old School klubları müvafiq olaraq 2-ci, 3-cü yerə çıxıb. Siz xəbərlər buraxılışını dinlədiniz.